Bax əmi, Rusun ordusu Ermənistandan Qarabağa gəldi, bizim torpaqları aldı. Bura qədər düzdür? Yəqin ki. Yəqin ki, aha, katastrofa saldı. Eyb yox. Qarabağda yaşayan Azərbaycanlılara qarşı soyqırım olmuşdu. Qarabağ cəmaatı öldü ha. Düzdürmü? Yadına gəlir? Ay sağ ol. İndi qulaq as. Qarabağı Rus alıbsa, bizim də Qarabağda kalan xalqımız, soydaşımız qırılıbsa, Qarabağda alan Rusdursa, demək ki, bizim xalqımızı, oradakı xalqımızı kim qırdı? Qulaq as, qulaq. Natiq. Kim qırdı? Bizim xalqımızı erməni qırdı. Ay, yer çık gel şimdi. Bu ne kadar içi var? Bu piva bunun içini temiz piyan eləyib o kişi. Ay, sen özünsən sən. Rus Ha qardaş, bax, xahiş edirəm. 566-cı polk nəyi bəkşi? Xahiş edirəm. Doğru deyirəm, Yalandan, başa saldım qardaş, ki. yalandan balanızın canına and içməyin. Bax, axırda beləncə daha kimi olur sonra şu an. Heç ki, balaca and içmir. Mən sənə başa saldım ki, bu belədir. Yox, səni demirəm, əmi. Yox, səni demirəm. Amerikanda bazası orada oturub, burada oturub. Nə bilim, hər yanda Amerikanın bazası var. Harda Bu var, indi məsəl üçün? Özün qoruyur. Məsəl üçün. İran, Türkiyədə də var hərbi baza. Niyə Türkiyəni vurmur? Vurmaz axı Türkiyə. Niyə? Türkiyə vurmaz, Amerikada bazası var. Türkiyə icazə verməz özü. Niyə? Sən hərbi bazanın məqsədini bilirsən, necə yəni Türkiyə icazə verməz? Hərbi bazanın ərazisi, torpağı, həmən ölkənin şəxsi torpağıdır, sənin xəbərin var. Bax, izah eləyirəm. Qulaq as, da ki, hərbi baza, ondan sonra bu şey var, səfirliklər. Səfirlik, konsulluq, hərbi Ağac bazalar, sağ ol. bəli. Bu binaların, stratejik obyektlərin torpağı həmişə, torpaq mülkiyyət hüquqları həmən ölkənin ərazisi sayılır. Sən hansısa səfirliyin içinə Azərbaycan polisi əli silahlı hansısa bir əməliyyat keçirdə bilməz. Həmən ölkəyə qarşı açılmış hücum sayılır. Sənin bundan məlumatın var və yaxud hansısa bir... Məlumatın yoxdur. Qulaq as, sən gözünü yumub hansısa hərbi ölkənin hərbi bazasını ölkənə gətirmirsən. Bunun çox xüsusi müqavilələr imzalayırsan. O müqavilələr nədir? Səhərsi gün hansısa hərbi əməliyyatlar keçiriləndə sən o ölkənin əməliyyatlarına müdaxilə edə bilmərsən. Çünki həmən torpağın mülkiyyət hüququnu ona veribsən. Onun da qarşılığında o sənin ölkəni qoruyur. Ay qazanalım. O müqavilədə var ki, dövlət, həmin dövlət harada yerləşir, icazə verməsə, oradan heç nə edə bilməz. Kim deyir onu sən? Hansı bəndində yazılıb bu? Mən sənə deyirəm, bəndində yoxdur. Mən sənə doğru dildə deyirəm, başa da. Sən Bəndində yoxdur, şalvarındadır. Ha. O nə demək? Doğru dildə nədir? Deməli, Azərbaycanda Amerikanın konsulluğu var, gətirib Amerika ora silah qoymalıdır. Ay, konsulluq başqa, hərbi baza başqa. Konsulluq başqa, hərbi baza sən Allah. Makaron yeməkdən daim piyan olub, bərəkət haqqı. Allah. Get özü angel. Əmi, bax, izah eləyirəm. Ən güclü obyektlərdən, hərbi bazalardan biri də, qardaşım, şeydəydi də, elə bil ki, Qətərdəydi, səhv eləmirəmsə, elə 1 trilyonluq o radar sistemini vurdu, dağıtdı. O da qabaqcadan bu onu vurmaq o deməkdir ki, mən bir əməliyyata hazırlaşıram. İndidən özümə bir ərazi təyin eləyirəm. Bu ərazidə əməliyyatlar həyata keçirəm. Necə ki, İsrail İranın xüsusi hərbi bazalarını vurur ki, sonra başqa həmlələri rahat həyata keçirə bilsin. İran da həmçinin öz ölkəsinin alternativ problem yaranda biləcək digər yerləri vurur, stratejik obyektləri vurur ki, o da həmlələr həyata keçirə bilsin. İndi izah eləyirəm, niyə eləyir bunu? Çünki İran... İndi qulaq as. İran çünki buradan raketi 30 dənə raket qaldırırsa, İsrailə gedir 5 dənə raket satır. O 5 dənə raketin də 3-ü dəmir qübbə tərəfindən məhv olur. Sual, yerdə qalan 25 raketə nə olur? Yerdə qalan 25 raket həmən o adı çəkilən o bir neçə ölkənin ərazisində olan hərbi bazalar tərəfindən, onun zenit raket kompleksi tərəfindən göydə zərərsizləşdirilir. İran da ona görə həmən hərbi bazaları vurur ki, deyir ki, mən 30 dənə raket buraxanda 30'u da gedib İsrailə çatmalıdır. İsrailin dəmir qübbəsini də məhv eləyəcəm, hamısını da. Amma buna maneə yaradan hal-hazırda başqa ölkələrdə olan hərbi bazalardır. Başa düşürsən, mən də sən deyirəm ki... Çünki o da özgə dövlətin, bir dəqiqə, ay 3 siniflərin bir dəqiqə. O da bilirsən nəyə görə? Çünki başqa dövlətin hava məkanını pozduğuna görə
Əlbəttə Bəli. ki, onu vurur. Nəinki onu vurur, hələ İrana qarşı müharibə elan edə bilər. Çünki sən faktiki olaraq mənim hava məkanımı pozursan. Bunlar Bəli, başa düşülür. bəli. Qardaş, mən bir mənalı şəkildə deyirəm, İran məhv olmağa layiqdir. Çünki İran danışanda deyir ki, mən zülmkarlara, zalimlara protivəm deyir. Amma baxıram ki, Rusiya kimlə qardaşdırsa ondan qardaşdır. Məsəl üçün, Fələstin müsəlmanlarının qeydinə qalır, amma Suriyadakı müsəlmanlara qarşı divan tuturdu. Əsədə podjeşka eləyirdi. Həmən Əsəd ki, zindanlarında 40 mindən çox insanı presləyib həyatına son vermişdi. Pres onları tabutu belə qıymırdı. Pres maşınına salıb balaca kubik Rubik formasında bir şey yaradırdı. Yəni bu biabırçılıqdır. Bu onun Yox, göstərişi. Çinə neft satır. Çində Uyğurlar əllərindən Ay uşaqları sənin alırlar. qadan alım, ayqa. Belədir. Özü də ki, heç bir halda heç bir yerə bırcıda bilməz. Baxın, Fələstin cəmaatı müsəlmandır, amma türk deyil. Amma Çindəki Uyğur türkləri həm türkdür, həm müsəlmandır, həm də köklüdür. Özü də ki, 45 milyon Uyğur türkünün 15 milyonu pandemiya vaxtı yoxa çıxarıldı. Yerdə qalan 5 milyon da kamplardadır, mühasirədədir, işgəncə alır və yerdə qalan Uyğur türklərinin hər birinin evinə dövlət nəzarəti ilə bir Çinli vətəndaş gətirib soxuşdurublar. İmkan ver 3-cü sinif tələbəsi. Mən institut oxumuşam. Qoy mən danışım. Sən axırda danışmalısan. Sən hələ uşaqsın, mənim yanımda mən vuruşanda Düz deyirsən, əmi, düz deyirsən. Sənin dədən anan qulaq as. Sən vuruşmağa biz göndərmişik, ay dədə. Qulaq as. Ay dədə, sən vuruşmağa biz göndərmişik. Hələ də borc. Ay, yox, geri vuruşub torpağı verib. Nə olsun vuruşub? Torpağı qoy verməni qaçıb gələn. İndi durub mənə durub. Nə minnət eləyir? Mənə qoy 2-ci Qarabağ müharibəsinin qazisi gəlsin, desin ki, vuruşmuşuq. Çünki torpaq alıb. Sən girib vuruşub torpağı erməniyə verib çıxıb gəlibsən, bəri adını da qoyubsan ki, Rus gəldi əlimdən aldı. Sən demir, qorxağam mən. Qorxdum, qaçdım, başımı güllələr üstümdən uçuşurdu, yanmasınlar, ya düşürdü. Özdə başını götürüb qaçıb gedib Rusiyadadır, yoxsa Avropadadır. Qardaş, mən yenə deyirəm. İrana qaçmamısan yaşamağa. Bax, mən yenə də deyirəm, Allah İrana güc qüvvət versin. Ona görə ki, mənim qonşumdur. Orada bir problem baş versə, bütün İran Azərbaycanlıları axışıb gələcək bura, Bakı onsuz da bərbaddır, daha da bərbad günə qalacaq. Yəni, Allah mənə görə İrana güc qüvvət versin. Yoxsa İranın zəndiyi zəhləm gedir. Şəxsən mən bugünkü gündə qardaş baxıram ki, Azərbaycanlılar gedir İsraildə aylığı 3000-4000 dollara işləyir. Kişi kimi produktunu da alır, ailəsini də saxlayır. Qardaş, açığı danışaq da, ölkələr belə maraqlar naminə bir-biri ilə dostluq eləyirsə, mən niyə İsrail qoyub İrana gedib yapışmalıyam? Azərbaycanlı gedir İrandan müalicə alır, məsəl üçün. Nə tərkibində narkotik olan o dərmanlardan alır müalicəsini, keyir, gəlir 3 aydan sonra təzdən həmən yerə ağrıyır. Amma İsrailə gedir normal müalicə alır, normal işləyir, başa düşürsən. Qardaşım, bu İran pərəstlik özü siyasət adı altında rejimdir, bu başqa bir şeydir qardaşım. Mən İranı şəxsən hazırki öz stratejik nöqteyi nəzərimə görə dəstəkləyirəm ki, ay Allah, nə olar, İrana sən kömək ol, oranın cəmaatı gəlməsin bura, bura daha da dəlixana olacaq. Yoxsa mən İran heç maraqlı da deyil, mənim stratejik müttəfiqim İsraildir, qardaş. Ona görə də mən cənab prezidentin hazırki duruşunu dəstəkləyirəm, neytral durmalıdır, haqlıdır, biri dostudur, biri də qonşusudur. Qardaş, kim olur olsun, mümkün deyil. Demək ki, mənim prezidentim heç kimin yanında göz kölgəli deyil ki, rahat şəkildə də mövqeysiz dayanıb. Kimliyindən asılı olmayaraq başqa ölkələr olsaydı göz kölgəli olardı, ona görə də mövqeyi tutardı. Amma mənim prezidentim haqlı duruş eləyib. Mənim fikrim də bura qədər. Kim də mənim fikrimlə əks fikirdədirsə, buyursun, çıxsın, argumentini gətirsin, əsasını gətirsin, debatımızı aparaq. Səsim gəlir qardaş. Antikommunist də İsraili dəstəkləyir. Birinci, hamınıza da salamlayıram. O arada qaldırarsın. Bir də bu adların burada oxuya bilmirəm, fərqi yoxdur, hamısı mənim qardaşımdır. Bu qabaq danışan qardaşa, bilmirəm, məndən böyüdür, balacadır. Mənim 56 yaşım var. Bir söz demək istəyirəm. Allah uzun ömür versin. Natiq tadım buyur. Allah yaxşı. Natiq qardaş, bu Qarabağla bağlı yəqin sən emosiyalara qatlanıb danışdın. Yəni mən belə zənn edirəm. Çünki danışığından başa düşdüm ki, maşallah
tərbiyəli, əxlaqlı, mədəni adamsan. Ancaq 1-ci və 2-ci Qarabağ döyüşləri haqqında yanlış məlumat verir. Mən onu ümumiləşdirmədim axı. Mən demədim hamınız satdınız, gəldiniz. Mən qəsdən o dayı elə dedim. Yo, mən elə də başa Qıcıqlandırmaq düşdüm. Yo, elə də başa düşdüm elə. Hə, qıcıqlandırmaq üçün dedim. Niyə Hə, o yəni qədər bu adamlar emosiyaları- əziyyət çəkdi? Birinin ayağı yox, birinin qolu yox, cama şikəst oldu. Mən heç onların haqqını itirərəm. Yo, indi o bir dənə o həmin döyüşlərdə iştirak eləmiş bir adam kimi bir cümlə deyim. Yəni bunu mübahisə zəminində demirəm, informasiya zəminində deyirəm. Sizin də burada danışıqlarınıza qulaq asıram və sizin ədalətli olmağınız, ola bilər hansı sözlərinizə qəbul edə bilərəm, eləməyə bilərəm, ancaq ədalətli olmağınıza şübhəm yoxdur. Nə mənada? Yəni siz hər biriniz yanlışı ilə, düzü ilə danışsaz, axır səmimi insanlara oxşayırsınız. Ona görə buradan yanaşaraq sizə informasiyanı verim ki, sizə müqayisə üçün verəcəm informasiyanı. 1-ci Qarabağ döyüşlərində, məsəl üçün, mən 36 dənə könüllü hərbi batalyonlarından birində idim. Yəni elə batalyonlar 36. Əmi sənə qurban olum. Bax görə deyirəm, bizə xırda bir yaddaş ver, yəni xırda bir xatırlatma elə, amma Bəli. mövzumuz İran, Amerika. Yox, bir dəqiqə çəkəcək. Yəni informasiya mübahisə üçün yox. Heç ondan danışmayacaqdım. Mən mövzum elə aktual məsələ olan bugünkü İran məsələsi üçün danışıb. Prosta o sənin sözünə qarşı informasiya vermək istəyirəm. Mübahisə yox. Yəni 36 hərbi o könüllü batalyondan birində olmuşam 92-93-cü illərdə. Və tam əminliklə deyirəm ki, xəritəni qabağıma qoyub dünyanın harasında yaşamağından asılı olmayaraq heç bir erməni barmağını xəritəyə qoyub deyə bilməz ki, biz o vaxt Azərbaycan ordusundan hansısa kəndi almışıq. Yəni o vaxt verilən torpaqlar heç biri alınmayıb, hamısı verilir. Bəli, bəli, aha. Bu bir. Hə, bu bir. İkincisi, o vaxt bizim Azərbaycan dövləti 36 könüllü batalyonun öhdəsinə ehtiyac duymuşdu ona. Bizim xalq həmrəy deyildi. Bu bir. Bizim xalqın əksəriyyəti deyirdi ki, bizlik döyüşmək deyildi. Bizim xalqı indi Ukraynadakı kimi küçələrdən tutub gətirirdilər ora. Biz də o adamlara imtina eləyirdik, məcbur eləyirdik ki, bizə qoşmayın onları. Rövşən Cavadov qəbrində salto atdı sənin bu sözünə görə, əmi. Nə tər cama könüllü getdi qırğına. Nə danışırsan? Könüllü getmişəm, başa düşmədicə mən nə dedim? Dedim əlavə olaraq xalq Nazim yoxsa Nizami? Nazim buyur əmi. Samir. Qadan alın, birinci başlı sesinə yoxdur. Bu proqramın başında duran səslər çox vaxtlıda sizləri izləyirəm, amma çətini ilə qoşuluram. Mən Xankəndinin Kərkican qəsəbəsindənəm. Həmişə xahiş edirəm hamınızdan. Burada nizam-intizamı yaradın ki, o bir-birinə qoşulub qırğın salırlar. Bizə layiq deyil o. Və də sənin proqramına layiq Xankəndindən bir dəqiqə qadanım. Xankəndindən olduğuna görə sən nizam-intizam yaratmağın Sabiri çağırırsan. Yəni Şamaxıdan kimdir olsaydı müdaxilə edir? çağırmazdın. Xahiş edirəm deyansın. Mən. Şamaxıdan Heç kim olsaydı müdaxilə yəni eləməz. deməzdin o sözü. Heç kim müdaxilə eləməzsin. Niyə Mən müdaxilə də- eləməsin ki? Xankənd Bir dəqiqə, deyirsən. Nazim. Konstitusiyanın 47-ci maddəsinə əsasən təhqir və böhtan olmadan istənilən fikri ifadə etmək haqqım və hüququm var. Sən necə mənə maneçilik yarada bilərsən? Konstitusiyanın o hüququmu necə əlimdən alırsan? Qulaq asın, bir-birimizə Möhlət diqqətlə istəyə qulaq asaq. bilərsən məndən ki, bir dəqiqəlik reqlament haqqı verin mənə. O başqa şey. Bir də ki Ha, mövzu olar. Sami. İran, Amerika, Ay, Sami. İsraildir. Ay Nazim. Bu necə Sami. canlı xan kəndinə? Ay, Sami. Sən Xankəndindən Sami. olmağı bizə də heç də vermir. Niyə vermir ki? Hər bir kəsin öz vətəni var, doğulduğu yer var. Mənim Mən vətənim Samirə burada hörmət Azərbaycandır. olaraq Mənim ondan vətənim istəyirəm- Azərbaycanda ki. O niyə belə müdaxilə eləyir? Məndən çox istəyə bilməz o Azərbaycanı. Danışır, elə bil ki, hamı elə bir sakitdir. cavab Niyə verə sən də bilməz. çox istəyə bilməz Mən ki? Çünki sən erməni o cavab Xankəndindənsən. Bir dəqiqə dayandı. Sual verirəm. Birinci o Rus şovinizmi o tankla, BTR-lə hansı kəndi vurub, hansı qəsəbəni vurub? Onu mənə desin, o tarixçilər var, yazıçılar var. Burada bilənlər var. 166-cı polk nə Haqqında idi? danışanlar var.
Vallahi Bax Samir bəy, mən deyirdim ki, mənim ürəyimdəndir İranın bu vəziyyətə düşməyi. Səbəbini deyirəm, qısa konkret bax. Əgər Ermənistana Rusiya kömək etdisə, mənə kim kömək eləməli idi həmin vaxt Samir bəy? Mən bir mənalı. Xristiyan kömək eləyirdisə, mənə kim kömək eləməli idi? Yahudi. Elədimi? Elədi. Ay, elə demə, İran çapdağa tutanda xoşuna gəlməz. O vaxtı o toplar var, topları kolluğun içinə gizlədib bizə kömək eləyiblər gizlincənə. Elə demə, xətirlərinə dəyər. Gizlincənə kömək niyə edirəm? Rus gətirir qoşunu soxur ağzımın içinə, İran da gətirib qoşunu soxmalı onların ağzının içinə. Mənim müsəlman qardaşım məni meydanda qoyanda, mənim xalqıma zor tətbiq eləyəndə hardaydılar? İndi qardaş, öz əlləri Salam, axşamınız xeyir. Mən hər birinizi salamlayıram. Çox gözəl platforma təşkil eləmisiniz. Ona görə minnətdarımı bərbaşdan bildirirəm sizə. Hər axşam da mən sizi izləyirəm. Doğrudan da çox böyük həm maarifləndirici, həm də bir dünya görüşünün artmasında böyük bir iştirak edirsiniz. Buna görə bərbaşdan minnətdaram. Mən özüm Qarabağlıyam. Xahiş edirəm, mənim ola bilər ki, nitqimdə müəyyən qüsurları ola, bərbaşdan üzrü sayın. O Rusun doğrudan da Qarabağda bizim şəxsən öz kəndimiz vasitəsilə bizə elədiyi texnikalar filan, bəşməkanın hücumları mən deyirəm. O Kərkicanlı qardaş deyirdi, çıxdı. O göstərmək deyir, mən onu göstərə bilərəm ki, mənim bugünkü günü aparıram, Allah bugünkü günü ölən şəhidlərimizə rəhmət eləsin. Onlar İran, Azərbaycan, İsrail mövzusu deyə qadanım. bilirəm dedə, bilirəm. Ona görə bərbaşdan üzr haqlı elədim ki, indi adam baxma, ürəyinə o mövcud o yaşadığın yaşam tərzindən ki, gəlib üstündən mövzu keçirən ilə dəyişim. Əmin, indi bax sən həmin vaxtı katastrof pis vəziyyət idi də. Siz orada kimsəsiz olduğunuzu hiss elədiniz də, düzdürmü? Yəni meydanda bir Azərbaycanlı olaraq tək qaldığını, müsəlman olaraq xristianın qarşısında tək qaldığını hiss elədin, düzdürmü? Dədə, yox. Mən sizə deyim, erməninin o gələn ordusu ki var, şəxsən onun anasını biz ağlatmışdıq. İndi ağlatmışdın da, Allah qoluna qüvvət verdi, elədin. Və indi qulaq az, meydanda mı Azərbaycanlılar olaraq tək qalmışdınız? Başqa millət kömək eləmədi ki? İran mövzusuna gətirib toxunmaq istəyirəm orada. Orada əsir düşən bizim yoldaşlardan var idi. O əsirlərin öz danışığından bugünkü gündə internetdə YouTube vasitəsilə onu dinləyə bilərsiniz. Deməli, ora gələn ki, Ağdamın talan olunmasında İranlılar iştirak eləyib. Mən mövzunu biraz genişdən gətirdim ki, fikrimi izah eləyə bilim. Bəli. Və orada olan ki, işlədilən əsirlərin, bunu mən demirəm, bunu yenə deyirəm, fakt olaraq orada əsir həyatı yaşamış o bizimki qardaşlarımız var. Onların öz dilindən YouTube vasitəsilə dinləmək olur. Deməli, suyu, ora gələn gürcü şoförləri əsirlərə gizlin formada yemək, su verirmiş, amma İranlılar vermirmiş. Samir, eşidirsən, Samir? Mən demirəm ha, Samir, Qarabağ müharibəsi iştirakçısı deyir, qaqaş. Amma bugünkü gün bizim üçün reallıqda olaraq bir qonşu kimi İranda hər hansı bir problemin olmağı bugün qonşum olan sabah bizə olacaq məsələsi var. Bəli. Mən o şiddətin qarşısında bir nömrəli əleyhinə olan adamım. Ona görə də çalışmaq lazımdır ki, İranda olan dinc sakinin siyasətlə heç bir əlaqəsi yoxdur. Ümumi İran... Yəni sən demək istəyirsən ki, üzr istəyirəm, inşallah ki, geniş maştablı müharibəyə çönməsin. Çox sağ olun, çox dəqiq siz mənim fikrimi analiz elədiniz. Əhsən, əla. Bəli, biz də bunu deyirik. Yoxsa ki, mən yalandan durum burada, nə şey eləyim, qardaşım, mən sevmirəm, eləmirəm İranı. Mənə nə orada nə baş verdi. Qardaşım, belə Allah var, elə o molla rejimi geçsin, yerinə demokratik İran Cumhuriyyəti və yaxud İran əvəzinə Səfəvi Cumhuriyyəti gəlsin, başqa bir şey gəlsin. Mənə nə ki, adam dindən danışır, ürəyi istəyəni asır, kəsir, mən türkəm deyəni doğruyur, gic qanunlarla İslamı gözdən salır. Çox da lazımdır mənə.
Yox, qadını daşqalaq eləyir. Nə bilim, kişini uşağının gözünün qabağında asır. O psixologiya, uşağın psixologiyası nə olacaq o zaman? Hə, Allah rəhmət eləsin. Xiaomi ağa da getdi qaqa kimi Yox, bu Vaqif yerlər deyəsə Redmi Note Ermənistan. 15 Pro gəldi. Yox, Ermənistandan qoşulmuşdu ya, Vaqif Harutyunyan idi. Allah. Deyirəm Xiaomi öldü, əvəzinə Redmi Note 15 Pro gəldi. Təzəsini 100%. təyin ediblər. İndi ola bir dənə də söz deyim Samir bəy. Qoşu. Demək ki, bunlar bilmirlər, deyir Allah cuhudlara lənət eləsin. Mən sizə bir dənə söz soruşum. Ən qədim Xəzəryanı sakinlər bilirsiniz kimlər olub? Bəli, tamamilə doğrudur. Tamam, Ermeni Türk. Artur Avazvan. Yox, burada mən bir dənə söz demək istəyirəm Samir. Ümumiyyətlə, Yahudi dininin neçə il olduğunu bilirsinizmi? Təxminən də yəni. Belə 5000 ildən yuxarı. 5000 ildən yuxarı. Təbiidir ki, nə vaxtsa hamımızın ataları, babaları Yahudi olur. Çünki birinci dünyaya gələn din bu dinin zatdan başqa da. Yəni bu təbii ki, ateşpərəstlər yox, amma yəni olsa dinlərin hamısı ondan gəlir. Və təbii ki, 5000 il bundan qabaq olan bir millətin əlbəttə bir yaşadığı bir torpaq olub. Yəni bu gülməli deyə olmasın. Yəni 1500 il bundan qabaq yaşadığı millətin torpağı olub, 5000 il yox. Erşen oturup burada kulak asır. Erşen'den el çekmeyi. Elşən əmi, sən orada ürəyindən danışırsan, prost ürəyinin səsi yox verir. Qardaş, yoxdur bir dənə dilcəhli bu kəriməçilərdən bir qalxsın yuxarı, bu sinə cırmaqlayanlardan, qılınc vuranlardan, özünü zəndirə çəkir. Yaxşı eləyirsən, dilcəhli gəlsin. Yo, gəlir burada geopolitikadan danışmağa çalışır. 3-cü sinifə qədər təhsili var. Niyə edirəm mən onu? Salam aleyküm. Və aleykümselam. Samir, bayaqda misafirindəki qonaqları dinləyirəm mən də, gözəl qardaşım. Ümumiyyətlə, burada İsrail tərəfkeşli olanlar var. Nə bilim, İrana pilotiv olanlar var. Tam məntiqi ilə danışsaq, bu günlərin bütün dünya İsrailin, belə deyək də, biz müsəlman aləmindən, öz belə loru dilimizdən desək, İsrailin əqidəsinin nə olduğunu hamıya bəllidir. Bu gün bizim Azərbaycanda da İsrail nəyə qadir olan bir ölkədir, nədirsə, kimdirsə, niyə onlara belə tərəfkeş olurlar? Bax, bu gün çıxırlar sənin misafirində onlara tərəfkeşlik Kim tərəfkeşdir? Məsəl üçün. Samir bilir, hardan vururam söhbəti? Samir bilir, hardan vururam söhbəti? Olar mən cavab verim, Yahudi olaraq. Mən çox qısa deyirəm, Samir. Hə, çox gözəl. Mövzu üzərindən gedək də, nə olar, şaxələnməsin söhbət. Aha. Sual ver daxı, buyur Ceyhun. Qardaş dedi axı mən onun sualını cavablandıracağam. Eşidirəm qardaş. Yox, sənin Yaxşı, bayaq... qısa deyirəm. Dünyada 1 milyard yarım müsəlman var. İranda cəmi 80 milyon. Nəyə görə 1 milyard yarım müsəlmandan, Yahudini qoy bir qırağa, nəyə görə 1 milyard yarım müsəlmandan biri müttəfiq olmadı? Vəssalam, bu olacaq cavab. Yaxşı, sənin dediyin müsəlman ölkələri niyə bu günlərim Amerikanın müəyyən o voyenni bazalarını öz tərkibində yerləşdirirlər? O suala özün cavab verərsən. Mən də sənə dedim axı, niyə görə 1 milyard yarım müsəlman İranın tərəfini tutmadı? Özün o suala cavab verərsən. İranın müdafiə
eləmirik. Buradan fakt olaraq müsəlmançılıqdan gedir söhbət. İsrailin də birinci düşməni müsəlmandır. Düzdür? Müsəlmançılıqdan deyirəm. Nəyə görə 1 milyard yarım dünyada Yalan müsəlman söhbət. və Gözəl sual verdin. 25 Ay qardaş. ölkədən çox müsəlman ölkəsi İsrail. Qulaq as, sən müttəfiq İsrail olmalı. tərəfkeşi olan bir adamsan, İsrailin müdafiəsinə çıxmısan. İsrail də bilirsən də hara köklənir. Amerikadır, İsraildir, mənbə olaraq. Ceyhan mövzudan yayınırsınız. Bir dənə xahiş edirəm. Qısa və lakonik Nasiminin sualına cavab verim. Səbəbi yenə geopolitik məsələdir. İran heç bir müsəlmana dəstək olmaq ideologiyası irəli sürmür. İranın məqsədi öz geosiyasətini qorumaq, iqtisadiyyatını qorumaqdır. Bir tərəfdə müsəlmanlara protiv ola bilir, rejimi tərəfləyə bilir. Digər tərəfdən maraqları müsəlmanları müdafiə etmək ola bilir. Bunun bariz nümunəsi olaraq Fələstində məzlum xalqın tərəfindədir, Suriyada isə Əsədin tərəfində idi. Yəni görünür ki, burada maraqlar üzərindən hərəkət edir. Başa düşürsənmi Ceyhun? Bəlkə Məsələn, burada- müsəlmançılığı, yox, bəlkə qulaq as, bəlkə müsəlmançılığı tam olaraq tam təsdiqini tapan bir İslam ölkəsi olan İrandır. Elə təkcə İrandır, başqa yerdə qalan müsəlman deyil. Bəlkə elə Sən xətalı. də müsəlmansan. Yox, sən də müsəlmansan. Sən də Ay müsəlmansan da qardaş. niyə bu günəm Amerikaya, İsrailə tərəfkeş çıxırsan? Mən tərəfkeş durmuram. Mən deyirəm ki, biri mənim qonşumdur, o birisi də strateji müttəfiqimdir. Getsinlər Ay başlarını qardaş, gitsinlər. müsəlman ölkələrində bu günlərim Amerikanın Cavab nümayəndə verirəm, bazaları cavab çıxıb. Yanı Cavab müsəlmanların tərəfkeşliyi, Bilirsən hanı ki, müsəlmanların bilirsən İslamın bir dəqiqə, tərəfkeşliyi, bir hanı dəqiqə. müsəlmanların Dünyada dindən asılı olmayaraq iqtisadi maraqları var və hökumətlər. Ay qardaş, dindən danışmayın. Nə mənim müsəlman deyirəm. deyirəm, nə də xristian deyirəm. Sadəcə mən İqtisadi maraqlar. hansı Ceyhan- iqtisadiyyatı ona köklüsüz Ceyhan- müsəlman Ceyhan, bax. İran ölkəsinə? Bax, Bir dənə iqtisadiyyatı köklüyün. Ceyhun izah edirəm də sən sual verdin ki, nəyə görə müsəlman ölkələrində Amerikanın hərbi bazaları var, düzdür? Sual verdin, bu sualı verdin ya yox? Aha. Hə? Nə, cavab da odur ki, iqtisadi Aha. maraqlar. Çünki İran onlara yaxınlıq vermədi, Amerika yaxınlıq verdi. Məsəl üçün İran Əsədin tərəfində duranda yerli xalqın tərəfində də İsrail durdu. Bu qədər sadə. Bəlkə elə Amerikanın çoxdan neçə 47 il bundan öncədən İranı Və blokadiya 50 ilə salıb, bloka şəklində yox, 47 bəlkə il İsrailin əvvəl əlindən olub bu vurur. söhbət. Ay Ceyhun, 47 il əvvəl olub da bu söhbət blokadiya salmağı, düzdür? İran 47 illik ölkə deyil ki, qardaşım, neçə əsrlik ölkədir. Aha. Ondan əvvəlinə ağarırdı. Niyə özünə müttəfiq yığmırdı? Ay qardaş, Niyə bilindik müsəlmanlara də İranın şərait tarixi də sağlayıb- bəllidir, hamısı bəllidir. Niyə İsrailin dediyi bugünkü gündə xəritəni İsrail İslam ölkələri biz öz coğrafiyasını tanımır. Niyə İsrail bugünkü gündə bu bax 26-cı ildir öz Səbəbi xəritəsini deyim. təyin edir bütün dünyaya. Səbəbini deyim. Hə. Niyə Amerikaya qucaq atır müsəlman ölkələri İranı yox? Bunun səbəbi İranın düzgün siyasi dini mövqe tutmamağı idi. Başa düşdün məni? Müsəlmanlar xırda Elə din olmalı idi. Elə Xırda müsəlmanın ölkə- dediyiniz elə din olmalı idi. Necə? Elə biz İslam ölkəsi, biz müsəlmanlar elə dinə bağlı. Və nəyə bağlıyıq hacı? Siyasi bir ideologiyamız olmalı deyil Hacı ki. şəriət ölkəsidir də, qardaşım, o bizlər də şəriət ölkəsi. Əzizim, sadəcə Amerikaya kozur olaraq, qulaq asın bir dənə söz deyim. İsrailin Yo, bunu şey siz deyim, gözləyin qısa bir bir dəqiqə, müddətdə, Ceyhun, hansı bir bir dəqiqə. 6 ay. Samir, Qulaq as, xahiş ay, edirəm, mən Samir. çıxıram, mən bunu deyirəm, Başqa söz deyirəm, sizin söhbətinizə Samir. qulaq asacağam. Samir, Tehran Qulaq as, nə başqa əlaqə şey yoxdur? deyirəm. Mən- Niyə bir imkan dəqiqə. vermirsən, nə deyim mən? Mən Tehranla deyim, sən əlaqə deyirsən. yoxdur. da. Samir, Bir dəqiqə də. Tehranla nə Ay telefon, Samir, bu internet 6 ay əlaqəsi müddətində yoxdur. Onlar gedirlər sərhədə internet tutmaq üçün. Samir, ay Samir, Samir mənim yerimi bəllidir. Samir mənim bilir harda olduğumu. Samir, bu 6 ay ərzində, bax bu üzümüzə gələn növbəti aylarda
İranın məğlubiyyəti ilə bağlı, məğlub olmaqla bağlı bütün müsəlman ölkələri bunu hamısı izləyir. Bunu da görəcəyik. İran bunu yadınızda saxlayın. Heç vaxt məğlub olmayacaq. Qalib olacaq. Bax bunu mən sizə deyirəm. Ay qaqa, eşidirsən məni? Bax, aramızdakı fərq budur. Sən Bax bunu mən sizə deyirəm, çıxıram. İnşallah, Ay, inşallah. Düzən bilsən yaşam Hə. Mən istəmirəm İran məğlub olsun. Mən istəyirəm rejim getsin. İran xalqı qalsın, İran hökuməti cümhuriyyət rejiminə keçsin. Nəm cümhur rejiminə, demokratik bir rejimə keçsin. Xalq yazıqdır, xalqın nə günahı var? Bu aləmi qatan bir İslam şəriətini yaşatsaydı, bugünkü gün bütün müsəlmanlar ona protiv olmazdı. Müsəlman ölkələr hamısı onunla qardaş olardı. Bu nədir ki, Türkiyə ağzının içindədir, qarışmır. Səudiyyə ağzının içindədir, qarışmır. Kuveyt, Qatar ağzının içindədir, qarışmır. Digər ölkələr ağzının içindədir, qarışmır. Yerdə qalan müsəlman ölkələrində qırıb batırdı, İraqa girdi, Suriyaya girdi. Əfqanistanda aləmi ay qatdı, əzizim, Pakistanda bir köprü yeganə İrandır ki, yeganə İrandır ki, müsəlmançılığı tam olaraq saxlayan İrandır. Bunu yadınızda saxlayın. Sənin əgər Amerikanla, Amerikan ideologiyasından, İsrailin ideologiyasından özünü köhləsən, bunların ideologiyası dünyada fahişəxana yaradır. Bildik, qadını daşqalaq eləmək, kişini uşağının gözünün qabağında asmaq müsəlmançılıqdadırmı bu? Ay qardaş, insanın heç birinə, nə kişiyə, nə də qadına azadlıq vermək olmaz. Qısa konkret. Onda öləcəksiniz elə bu azadlıqsız. Rədd olun, xalqa diktə eləyənlər, rədd olun buradan. Xamneyə hökuməti, nə bilim nə hökuməti. O nə deməkdir? İnsanlara azadlıq verməsə Allah sana. Allah deyir, mən insanı yaratdım, göyləri, yeri idarə eləsin. Bütün canlılar, məxluqları deyir, onun əmrinə verdim, nə bilim nə elədim. Allah insanı deyir. Allah insanı deyir. Sənin kimi insanları demir. Allah insanı deyir. İnsanlığı bacarana deyir. Başa düşdün? Bax, rəhmətli Elçi bəy deyirdi ki, yenə də cəmiyyətimizdə Stalinlər var. Sən o Stalinlərdən birisən. Başa düşürsən mən Ceyhun? Nədir yaxşı? Qulaq as, İsrailin ideologiyası ilə, yəni İngilislərin ideologiyası ilə arvad saat 3-də gəlir, diskoteka ilə gəlir, arvad gedir, yüzünün altından çıxır gedir. Onu bir qəbul edirik yaşa. Başqasının arvadından sənə nə? Başqasının arvadından sənə nə? Salam əleykum. Axşamınız xeyir, çərşənbəniz də mübarək. Ot çərşənbəniz, hər kəs xoş gördük. Bir dənə sual verin, bir dənə maraqlıdır. Bu İran haqqında, bu müharibə haqqında danışırsınız. İran özünü müdafiə eləməyə ordusu da var, hava hücumundan müdafiə sistemi də var. Bu piyada müharibəsi olmayacaq. Bu maksimum raket sistemindən istifadə olan müharibə olacaq. Bunu hamımız yaxşı bilirik. İranlılar özlərində müdafiə edir, hücumu da dəf edirlər. İran ordusu da dəfələrlə bu necə özünü müdafiə edir ki, dini ali rəhbər Ayətullahını qoruya bilmədi kişi. Nətər müdafiə eləyə bilir? Ayətullahını qoruyamaz da kişi. Hətta dinə qulluq edə bilmirəm. Onların ordu sistemi lap qədimdən gəlir. Deyirəm ki, bir dəqiqə. Bunu hamımız yaxşı bilirik. Bir dəqiqə, nətər hava müdafiə sistemləri var ki, 200 dənə istirbitr gündə o baş bu baş uçur. Bu tarixdən belədir. Yəni bu belədir. Hə, başa düşdük, bu belədir. Ona görə İranın nizamlı ordu sistemi var. Ola bilər, ikisi də ola bilər, kimlə nə cür müharibə. Özləri söyləyəcək olar. Deyirəm ki, sən dedin ki, hava qorunma sistemi var. Ay kişi, sesim gəlir mən. Dedin ki, İranın... Səsin gəlir. Akula özünü avtopilot rejiminə qoyubdur. Samir necə qəşəng sual idi Samir? Deyir ki, ordusu normaldir, mükəmməl. Bir də 2 gündür başlayıb müharibə. Ayətullah vurdular. Assalamu aleykum, axşamınız xeyir. Qardaş, o kim idi? Filan kəsin arvadı oradan gəlir, filan kəsin arvadı buradan gəlir. Dində də deyirlər ki, belə siğə elə. Nəsə, olmaz qardaş. Biz ədalətliyi hər iki tərəfə hörmətlə yanaşırıq. Başına dönərəm. Salam, axşamınız xeyir olsun. Mən
bir söz demək istəyirdim. Mən əvvəldən bu İranın siyasətindən, vəbşə heç bir siyasətindən razı deyiləm. Nə dini tərəfdən, nə bu xarici siyasət. Səxavət əmi, sənə danışmağa icazə vermirlər deyəsən. Yaman qısıq səslə danışırsan. Nə olubdu? Qorxu deyəsən Səxavət əmi də İrandadır. Salamünaleyküm. Bayaq biri deyir ki, İranın oyu var, nə bilim bu sistemi var. Bir İranı şumluyurlar, xəbəri yoxdur. Yenə də deyir bu mollalar yığılıbdır, yenə kimisə seçmək üçün deyir, oranı vurublar. Skotka keçirdirlər. Yəni, Bura skotka keçirdirlər. Mollalar yığılıblar, ad vermə eləyirlər. Başa düşmürlər ki, biz sevinmirik İranın bu vəziyyətinə. Yəni sevinmirik, ancaq Mənim qonşumdur, qulaq as. Mənim qonşumdur. Məni narahat eləyən odur. Neçə illər ölkəyə legal, illegal yolla milyardlar gəlir bu İrana. İraqdan gəlir, hər yerdən gəlir. Bu ölkə deyir ki, mənim hər bir şeyim var. Açı, Bayavoy 2 gün müharibə getdi. Bayavoy müharibə getdi. Ölkənin birinci nömrəli şəxsini aşırtdılar ailəsi ilə bir yerdə. Ayətullahı aşırdılar. Bir də bilməyənlər üçün deyim. İranı Ayətullah Xamneyi idarə eləmir. İranı dini ali şura idarə edir. Dini ali şuranın başçısı Xamneyidir. Yəni qərar verici şəxs Xamneyidir. Yəni o getdi, ondan sonra 1000 dənə Xamneyisi var hazırda da orada. Məsələ budur ki, sən iddia edirsən ki, məndən bir nömrədir, məndən yoxdur, mənim hər şeyim var. Müharibə 2 gündür başlayıb və səni aradan qaldırırlar. Bu nədir, hə? Bu nə bir abırçıdır. Bu nə bir şey, bu nə şeydir sən al. İranlar demişəm, bu nə mənədir ağa, nə mənədir bu? Hətta yerinə təyin olunanı da aşırtırlar. Və ondan əlavə həmin günü 8 dənə ətrafı o şuradan olanları aşırtırlar bir gündə üçün. Yəni mən bunu bax illər əvvəl bunlar birləşmə, bunların ideologiyası düzgün deyil. Bax hər tərəf müsəlman ölkəsidir. Hamı da bir-birindən pis. Bunu fikirləşmirlər ki, ay insan, gəl müsəlmanıq. Sən başqa əqidədə ola bilərsən, ancaq strateji cəhətdən biz birləşməliyik. Oradan nüvə silahı olan Pakistandır. Buradan əvvəllər var idi, İraqdır. İndi gəldən Türkiyədir, Suriyadır, Azərbaycandır, İrandır. Oradan Qazaxıstandır, Türkmənistan. Bunlar birləşsəydi, bugünkü gündə heç birisini gəlib vura bilməzdilər. Bu müsəlman ölkələri bir-birindən dil tapa bilmədilər. Səbəb nədir? Səbəb nədir? Səbəb- Günah kimdədir? Səbəb 1400 il əvvəl olan bir şeyi bunlar hələ də Yezid axtarışındadılar. Odur. Səhvin var mənim qardaşım. Məsələ şiyyəçilik deyil. Şiyə başqa şeydir, şiyyəçilikdən istifadə edən başqa bir şeydir. Sən xəta buraxırsan, deyirəm. Bəs bir-birinlə niyə qırılırdılar? Deyirəm, məsələ sünni şiyə söhbəti deyil. Dubayda da sünni şiyə var, Kuveytdə də, Qətərdə də, hər yerdə var sünni şiyə. Məsələ odur ki, İran Rusiya kimi işğalçılıq siyasəti ilə gedir. İşğalçılıq ideologiyasını dəstəkləyir. Deyir ki, ya mənim əmrimdə olmalısan, ya da mənim yanımda olmamalısan. Özdə bayaq deyirsən ki, bütün müsəlman ölkələr bir-biri ilə yaxşı yola getmir. Yalandır. Kim İranla yola getmirsə, İranla yola getməyən o 7 dənə ölkənin hamısı bir-biri ilə yaxşı yola gedir. Başa düşürsən, bütün müsəlman ölkələri hamısı bir-biri ilə əla da münasibəti var. Bir dənə İrandır, kukkili kuş kimi düşüb ortaya bambılı kimi. Çünki Rusiya ilə müttəfiqliyi var. Açı adamın verdiyi fətvaya bax. Deyir ki, kafirlərlə olan müharibəmizdə ruslar, rus xristianlar bizlə birlikdə çiyin-çiyinə müharibə aparacaqlar, vuruşacaqlar. Onlar da bizdəndir. İdeologiyası, əqidəsi bizə uyğundur. Nədir? Ölkələrin bir-biri ilə müttəfiqliyi var deyə verdiyi fətvaya bax. Ayıbdır ala. Mən də onu deyirəm də, əqidələri düz deyildi, qardaş. Yavuz Sultan Səlim əqidəsi pisdir. Bəs mən onu deyirəm, Yavuz Sultan Səlim qurd basmış ağac, qarışqa basmış ağacı kəsmək istəyəndə fətva istəyir. Fətva verən deyir ki, mən elə fətva verə bilmərəm. Zakaznoy fətva yoxdur və bu ağacdan digər məxluqat qidalanır. Olmaz, kəsə bilmərsən. Kəsirsən, kəs günaha bavalı öz boynunadır. Mən sənə fətva verməyəcəm. Bu İran gündə bir fətva verir ki, Asatrin Beluqa haqqında fətvadan xəbərin var sənin. Qənd haqqında fətvadan xəbəriniz var sizin. Ona görə də
Bugünkü Bunların gündə tək ideologiyasında, qaldı. baxın, qulaq as, Şiə ideologiyasında, əqidəsində, məzhəbində pulcuqları olmayan, pulcuqlar bilirsizlər nədir? Balıqların bədənində pulcuqlar olur. Bildik, Pulcuq bildik. olmayan balıqlar yeyilmir. Adamlar baxır, görür ki, dadlıdır, özü də baha da qiymətə dünya bazarında satılır. Fətva verir ki, biz onun qulağının dibində pulcuq görmüşük. Deməli, bu balıq özünü qayıya çırpır. Pulcuqlar tökülür. Balığın heç bundan genetikasından, genetik düzülüşünün pulcuqdan xəbəri yoxdur. Nəysə, obşum, ölkə ilk dəfə ingilislər qənd gətirir. Deyir ki, bu qəndi satın, fətva verin ki, halaldır. Biz bunu sataq, sizə faiz verəcəyik. Fətva verirlər ki, qəndlə çay içmək olar, nə bilim, nədir, nə deyil. Obşum, bir müddətdən sonra qənd yaxşı satılır, bunların faizini vermirlər. Təzədən fətva verirlər ki, qənd olmaz. Təzədən görürlər ki, satış aşağı düşdü, təzədən bir dənə də fətva verirlər. Bu dəfə deyir ki, qəndi dişləyərək çay içməyin, qəndi dodağınıza qoyub çay için, onda olar. Ala, bunlar, qaqaş, gedin tarixə baxın da, bir deyil, iki deyil, bunlar öz kayfından atır qaradan, atır ondan bundan, başlayırlar, nə bilim, ala, vəsvəsə gəlir bunlara, başlayırlar bunlar fətva verməyə. Hadi, mən anti-İrancı deyiləm, qardaşım. Mən bunu deyirəm ki, nəyə görə bugünkü gün məni meydanda tək qoyan İranın tərəfində olmalıyam. Sırtdan ölkə deyiləm, qaqaş, çəkilmişəm qıraqda, heç kimə mişatçılıq eləmirəm ki. Özüm üçün neftimi satıram bala-bala. Başa düşürsən məni? Vəziyyətim zordur mənim. Sən xoşum gəlmir, Mən get səndən cırıq-cırıq. razıyam. Düzdür. Düzdür Qardaş, qardaş, mənim düzdür. Qarabağ məsələmdə heç bir şeyimdə mənim dalımda durmamısan, yanımda olmamısan. 2 dənə top buraxmısan, o da Azərbaycandakı şiələrə görə, öz statusuna görə, öz görkəmini qorumaq üçün 5-6 dəfə həngamə eləmsən. Hə, 5-6 dənə Kamaz da, nə bilim, oradan işlənmiş naskı, böyrü çişdək meyvə zaten, qaranmış meyvədən zaten göndərirsən. Sonra, yəni onu da nə qədər pul eləyəcək, hesablayaq, atışaq. Canım çelə, buradakı parkovşikləri atışsa onun pulunu çıxardırıq. Parkovşikləri attırım. Rusiyanın silahın Gürcüstan yolun bağladı, İran açdı. İranın da qaldı ki, İranla Azərbaycanın heç vaxt müharibəsi ola bilməz. Səbəbi də odur ki, İranla Rusiyanın çox möhkəm əlaqələri var, müttəfiq əlaqələri var. Rusiya olmasaydı İran bizi çoxdan basıb tarimar eləyib, qırğını vermişdi bizə. Onu heç vecnə də deyil, biz Azərbaycanlı bizi görmür. Hə. Bizi kafir görürlər, bilmək istəyirsinizsə. Çünki deyirlər ki, siz müsəlmansınızsa, İsrailin səfirliyi sizdən artdırır, belə deyirlər. Siz onun Cuhudla qardaşlıq eləyirsiniz, deyirlər. Daha bilmir ki, elə onun özü də Cuhudun xalası oğlundan dönmədir. Farsla Cuhudlar qohumluqdur, həmşahıdırlar. Başa düşürsünüz? Burada məsələ dini bayraq eləyib, siyasi, iqtisadi maraqları yürütməkdir. Məsəl üçün, İranın hazırki vəziyyəti mənə siyasi cəhətdən sərf eləyir. Həmən körfəz bağlanıb. Özdə bilməyənlər üçün izah eləyim. Dünya neftinin 30% həmən körfəzdən keçmir. Xeyr. Dəniz yolu ilə daşınılan neftin, petrolun 30% həmən körfəzdən keçir. Çünki həmən körfəz ətrafındakı ölkələrin istehsalıdır həmən o neft. Və bu İranın o körfəzi bağlamağı mənə sərf eləyir. Çünki mənim 2 ay əvvəl Brent markalı neftimin bir barelinin qiyməti 55 dollar idi ki, bəzilərinin kül təpəsini heç onu da bilmirlər, siyasətdən danışırlar. Hal-hazırda mənim Brent markalı neftimin qiyməti 72 dollar 50 neçə sentə qalxıbdır. Ala qəşəng, zor, yiyin bir-birimizi, parçalayın bir-birimizi, mənim neftim qalxsın, mənim ölkəmə gəlir gəlsin, mənim maraqlıdır. Amma elə eləyin ki, qırğını, askolu, qəlpəssadı bizə dəyməsin. Hə, neyiniz, yiyin bir-birinizi, cırıq-cırıq eləyin. Valla qaqaş, bizə prosto bir dənə dəyməyin. Çünki bizə dəysəz Rus əmilər əsəbləşər. Buyur. Bəli, çıxır ki, İlham Əliyev hələ 2-3 ay bundan qabaq deyəndə ki, bu yaxınlarda neft bumu olacaq. Yəni bu müharibənin olduğunu bilirdi də. Yəni bu deməli bu adam dünyanın aparıcı qüvvələrlə dialoq aparır və səmimi dialoq aparır da, belə çıxır. Yəni əgər bu informasiya var idi. Hardan bilirdi ki, neft bumu olacaq? Yəni neftin 70 neçə dün 5 72 idi, indi bir gecəsində 75-ə qalmışdı, düşmüşdü aşağı. İndi təzədən 110 dollara qədər qalxacağı gözlənilir. Ay sol, həqiqətən də o bum illərində olan neftin qiyməti qalxa bilər. Düzdür, o qısa müddətdə olacaq, amma faktiki olaraq baxın görün büdcəyə nə qədər pul əlavə gələcək. İndi sizə mən bir həqiqəti izah eləyim. İranın atdığı raketlərin heç biri özünün deyil. Çindən Padzeşka gəlir.
Çin ona göndərir həmən nefti. Səbəbini izah eləyim. Bilirsiniz, bir çox siyasət əslində bir-biri ilə əlaqəlidir. Məsəl üçün, Amerikanın Zelandiya idi da, səhv etmirəmsə, o Maduro onu getdi həbs elədi. Hansı idi o? Venezuela. Venezuelaya girir. Bax, Amerikanın da mövqeyini bəyənmirəm. Adam başqa ölkənin daxili məsələsinə müdaxilə eləyir. Gedir Maduronu götürür. Yerinə nə bilim kimi təyin eləyib, eləməyib bilmirəm. Burada məqsəd həmən neftin qiymətini aşağı salmaq idi. Və Çin bunu başa düşür. Bilir ki, bunun iqtisadiyyatı təhlükə altındadır. Oradan İranı fitləyir. İranı fitləyir ki, sən körfəzi bas körfəzə. Neftin qiyməti qalxsın. Mən səndən nefti ucuz alacağam, baha satacağam. Xeyrindən sənə də verəcəm də. Əvəzində də hər üzrə texnoloji, hər üzrə silah, sursat, nə lazımdır podjeşka eləyirəm. Əslində İranın bugünkü gündə atdığı qitələr arası hipersonik raketlərin hamısı Kitay istehsalıdır qardaşım. Kitayın istehsalı. Bəli, buyur. Səsin bağlıdır, səsin bağlı Samir. 100%, onsuz da biz bilirik ki, İran yeni texnologiyalara hələ gəlib çıxmayıb, yəni çıxa da bilməzdir. Bəli. Bu cürə güclü Samir nəsə buyur. Bax, M57 yazır ki, siz körsunuz. Gəlin indi mən sübut edeyim ki, M57 əslində həqiqətə qarşı kör olan sənsən, mən deyiləm. Bircə xırda bir kəlmə ilə izah eləyirəm. İranda baş vermiş hadisələr oldu da, aksiyalar, mitinglər oldu. Elə bilirsiniz onu Amerika elədi? Xeyr. Onu İranın özü elədi. Çünki İran yaxınlaşacaq qapısının ağzında olan müharibədən xəbərdar idi. O eyni anda həm düşmənlə, həm də daxilində yaranacaq cəbhə ilə eyni anda vuruşa bilməzdi. Ona görə də qabaqcadan hazırladığı bir siyasət idi. İnsanları qızışdırdı, meydanlara çıxartdı. Ölkəyə potensial düşmənçilik rejimi devirə biləcək potensial düşmənləri qabaqcadan aşırtdı, oyundan çıxartdı. 35 min insandan çox insan ölüb orada. Prosto BMT zat məsələyə girişməsin deyə həmişə rəqəmləri az deyirlər. Potensial təhdidləri özü aradan qaldırdı. Amerikada gördünüz bu məsələdə sakit duraraq sübut elədi ki, bu onun məsələsi deyil. Bu İranın yaratdığı oyundur. İran qabaqcadan bu oyunu yaratdı, öz daxilindəki potensial təhdidləri aradan qaldırdı, sonra rahat şəkildə qolunu itirmədi, girdi oyunun içinə. Yəni Xamneyi də ölüb, kim ölür, ölmür. Məsələ o kiminsə ölmək deyil. Məsələ orada ideologiyanın yürüdülməyidir. Sistem işləyirmi? İşləyir. Kitayın çox da vecnədir. Xamneyi ölüb, kim ölür ölsün. Əsas odur neftin qiyməti qalxır, iqtisadi zonasını gücləndirir. Bir nəfər, bir dənə ağıllı başında olan insan sual vermir ki, abala, Amerika bizim bu qitədə nə işi var? Amerikanın nə azlarına qalıb bizim coğrafiya, bu region nəyinə lazımdır? Hərbi dəniz donanmalarını nəyə gətirib? İran hara, Amerika hara, nə dəxli var bunların arasında? Biri bu sualı vermir. Buyur, ay Muxtar qadan alım, nə tərsən? Ay Murat xan, ağzını martılatmağını eşidirəm, ay salam əleyküm. Ay qardaş, bax bir də belə adamlar var. TikTok işlətməyi bilmir, barmağı hara gəldi basır. Bir də baxsan səhifəsinə girsən ki, gah gözünü paylaşıb, gah burnunu paylaşıb, gah qulağını paylaşıb. Başı çıxmır, amma aşağıdan nəsə yazır. Siz xain seniz. Bir sən Allah bir 300 manatına hayfın gəlsin, o telefonu 300 manat veribsən, birisi olmaz onu istifadə eləməyin qaydasını bilək kişi. Vallahi. Allah haqqı. Belə adam gəlib mənə deyəndə ki, sən xainsən, bir ətin tökülür, belə bildin nədir? Yox, bir hafta gördüyün deyir 3 sinif qutarmışam, amma geopolitikadan danışır. Allah'ın olsun, Allah haqqı. Bilirsiniz, bu insanların vaxtında ağzının üstündən vurmamışıq, nə mənada? Argumentlərlə, Bəli, argument əsaslı, o güclü argument qoymamışıq, susturmamışıq, nəzakətimizdən onlara meydan vermişik. Bugünkü gün elə bilirlər ki, bunlar nəsə bilir. Sübhün səhəri, salam əleyküm, ayqam.
Ay sübhün səhəri. Of Allah, sübhün səhəri telefon işlədə bilmir. Onun da barmağı deyil. Hamısının barmağı deyil. Yox, sübhün səhəri bu insanın açıq bir üfüqlü olduğu bilinir də. Bilinir ki, bu insan biraz dünya görüşü var da, adın gözəlliyinə bax. Amma TikTok işlədə bilmir və gəlib bura fikir bildirməyə. Axşamın xeyir olsun. Axşam xeyir ay Hüseyin. Qardaş, mövzu üzr istəyirəm ifadəmə görə, biraz gec qoşulduğuma görə mövzu ilə əlaqədar yana xəbərim var. Buyur, buyur. Qardaş, Allah İsrailə nəhlət eləsin. İrana da Allah qüvvət versin. Mən bir söz deyim. Buyur, buyur. Niyə görə? Ərəb ölkəsini vurmur qardaşım, əzizim. Orada burada bir saf anlayışlar var. Aha. O Ərəb ölkələrini vurmur. O Amerikanın bazalarını vurur. İndi mənim ölkəmin daxilində Amerikanın bazası olsa, İran mənim ölkəmin daxilindəki hərbi bazaya atəş açmağı mənim hərbi hava arenamın, hava ərazimi pozmaq sayılır ya yox? İndi Ay qardaşım, bir dənə obyekt qalmayıb. Nəysə, o ayrı mövzudur. İndi Hüseynov, mənim hava məkanımı pozmaq, bax, mənim hava məkanımı pozmaq üçün lazımlı arqument deyil, axı, mənim ölkəmdə çox şey var. Sən mənim o hər şeyimi vura bilmərsən, axı, mənim ölkəmin daxilindədir bu. Neytral ərazidə deyil, axı. Bildim. İndi sağ bir söz deyim, qardaşım. Bax, sən elə belə götürək də. Mən öz evimdə o hərəkətim olmasa, znaç sən məni vurmazsan da. Mənim sənin qarşım səhv o hərəkətim olur ki, sən məni vurursan. Əgər mən Ondan nəqəzət eləyib, eləmi? Buyur, hə, bəli. Qaqa, məzələn sən Allah. Deyirəm ki, bax, gör nə deyirəm, qaqa. Zeynov, neçə sinif oxumusunuz Zeynov? Razı var soruşma. Mən sinif oxusam da oxunmasam da, mən belə başa düşürəm ki, müsəlman dövlətləri birliyi olsa yaxşıdır, qardaşım. Ay, birliyi var da. Ay, qardaş. Qəşəng, bəyəndim ha Samir. Qəşəng sözdür, necə birliyi olsun. Vurursan axı. Hüseyin, müsəlman birliyi var o birliyin içində İran yoxdur prosto. Niyə yoxdur? Çünki ölkəni vurur. Çünki Dubai'dir, Səudi Arabistan'dır, Katar'dır, Kuveyt'dir, nə bilim, Misir'dir, Yardaniyadır, Livan'dır. Hamısı biri-birini tanıyır, biri-birinin də iqtisadi əlaqələri var. Bir də İran'dır, bu qulq şükür qalıb tək. Onun sahibi şeydir, nə başa qalıram, baş ağrısı olması. Orada nəsə də var ki, ona görə vurur. O nəsə, qulaq as, bax, o nəsə də var ki, məsləhət belədiylə deyil də, səncə orada nə var ki? Orada yəqin ki, Amerikanın bazası var, ona görə. Amerikanın bazası olmamışdır. Bir də sən aeroportu bulmaqla benim Amerikanın bazası. Bax, Samir bəy, Samir bəy, bax, burada bir dənə arqument səsləndirə bilərlər ki, Samir bəy, burada bircə dənə vəziyyətdən çıxış arqument ola bilər ki, deyə bilər ki, kodlaşdırmada səhv ola bilər və yaxud şey deyirlər, koordinasiya səhvi ola bilər ki, hərbi bazanı hədəf almaq istəyə bilər, 2000 metr o yana sürüşər, gedər otelə istəyər. Burada ki, 1 olsun, 2 olsun, bütün otelləri, restoranlar cırıq-cırıq eləyibsən. Sən də belə çıxır, sənin orada oturan operatorun kördü ya da kayıfdadır, qaranı atıb, hallı götürüb Dubaya şaqqalayır. Bura qızıl yerdir, buranı da vurum. Bura maşın bazardır, buranı da vurum. Salam Meleşim, axşamınız xeyir. Vaz Hüseynov, mən Yahudiyə İsraildə yaşayıram, bir də hərəkət gəlib düşməyib. Sən büyük dərsdən 2 alırsın. Salam Meleşim, axşamınız xeyir. Bu mövzuya mən də qatılmaq istəyirəm. Burada deyirsiniz ki, İran vurur, nə bilim, İslam dövlətlərini vurur, Ərəbistanı vurur, haranı vurur. Belə götürəndə əcəb eləyib vurur. O əvvəlcədən xəbərdarlığını eləmişdi. Onda mən də sənə əvvəlcədən xəbərdarlıq eləyirəm ki,
qapının ağzına limonka tullayacağam. Elə şey olur. Ay sağ ol. Sən kimsən mənim ölkəmin hərbi hava məkanını pozasan? Yox, qabaq, yox, nə olsun ki, qabaqcına xəbərdar eləməsin? Mən vurmalısan. Mənim nə işim olur? Burada bir Azərbaycan Türkiyə vurmur. Pakistan vurmur. bir dəqiqə ay Hüseynov. Bu yuxarıdakı profil adına Qazi qoyub yəni. İndi bunun verdiyi suallara və cavablara görə biz buna 5 qoyaq yoxsa 2? Qardaş onun söhbəti düzgündür da. Deyib bax o dediyinə qulaq asmaq lazımdır. Yəni bax Azərbaycanı götür, Əfqanistanı götür, Pakistanı götür, ümumi Türkiyü götür. Niyə onları vurmur? Niyə vurmur? Yaxşı, Hüseynov, bir dənə müdaxilə eləmə. Hüseynov, gözlə, sən argument eləyəcək də qadanlarım. Ay Qazi, eşidirsən məni? Sualını təkrarla Qazi. Sualını bir dənə təkrarla. Sualını bir dənə təkrarla qadanlarım sən. Deyirsiniz ki, İslam ölkələrini vurur da, düzdür? Ərəbistanı, bir xeyli ölkəni vurur da. Aha. Niyə vurmasın? Sual verirəm, niyə vurmasın? Ona görə vurmasın ki, sən başqa bir qulaq as, izah eləyirəm. Ona görə vurmasın ki, sən öz raketinlə bir dəqiqə Qazi sual verdin, cavab ver. Danış. Sən ona görə vurmamalısan ki, başqa ölkənin hava məkanını pozursan, terror yaradırsan, otelləri cırıq-cırıq eləyirsən, insanlar ölür, adını qoyursan müsəlman ölkəsi, şəriət ölkəsi, müsəlman ölkəsinin havasına müdaxilə eləyirsən, torpağına müdaxilə eləyirsən, zor eləyirsən, sən düz eləyirsən. Onların müsəlmanlıqdan xəbəri var. Yoxdur, bir dənə müsəlman sənsən, bir də İrandır, qaqa. Hə, müsəlman mənəm. Sən müsəlmansan sən? Əlhəmdülillah. Siz gedib eşidirsiniz məni? Siz gedib ümumiyyətcə adam əti yeyənlərin tərəfində durmusunuz. Kimdə adam əti yeyən? Bir dəqiqə, üzr istəyirəm, qəşəng yerdən başlayın. Niyə bir də xahiş edirəm? Adam əti yeyənlər kimdə Qazi? Kimlərdir, bilmirsən? Bildim də, bir dənə adını deyəndə qorxma da, rahat ol, sən söhbət edin. Mən nədən qorxacam belə? Nədən qorxacam? Qaqa, adam ətini hansı ölkədə yeyiblər? O özün çox gözəl bilirsən. O mən niyə sual verirsən? Ay Qazi, qulaq az. Amerikada yeyiblər, Hər halda gitsin yeyiblər. Amerikanı vursun. Ay gitsin Amerikanı vursun, niyə Qətəri vurur, niyə Dubai Vurur da, vurur. Amerikan harda? Üzr istəyirəm, Şef Power Dubaydan olub yəqin. Xalodnusu da Qətərdən olub yəqin. Afisant da yəqin şeydən olub, Bəhreynlə olub. Qazi, İsraili niyə vurmur Qazi? Vurmur İsrailı. Yox, mən İsraildə yaşayıram. Bayramdır, kef çəkirik, hamısı Onda o, bu gün də çərşənbədir, onda o qalanın otlar şeydə İsraildə deyil də deyirsən, hə? Yaxşı vurulan və kimya zavodları idi qardaş. Nələr? Bir günlər İsraildə vurulan kimya zavod kimin idi bə? Harda? İsraildə. Başa düşmür, vurmalıdır da, İsraili vurmalıdır, düşmənçiliyi. Yaxşı, gör nə deyirəm, yaxşı, Azərbaycanı niyə Pakistanı, Əfqanistanı vurmur? Niyə? Pakistanı da vurub da, vaxtiykən Pakistanı da vurub. Bax, 2 il əvvəl Pakistanı da vurub da, məsələ. Niyə vurub? Niyə Azərbaycan vurmur? Bə yaxşı, niyə Türkiyə vurmur? Çünki Rusiyadan çəkinir. Rusiyadan çəkinir, duxu çatmır. Kim çəkinir Rusiyadan? Qaqa, bir danışın da, qaqa. Hamınız mən tək dava söhbət eləyək. Bir, qaqa, qulaq az. İran, mən iddia eləyirəm ki, İran Rusiyadan çəkinir. Səbəbi də odur ki, 1-ci Qarabağ müharibəsində İran ermənilərə poddeşka məqsədi ilə Qarabağa qoşun yerdəndə, Rusiya qoşun yerdəndə İran atdı zad niyə? Bizə poddeşka olmadı. Başa düşürsən məni? Və yaxud Əsəd rejiminə Rusiya kömək elədi deyə, öz xalqını qıran Əsəd rejiminə Rusiya kömək elədi deyə, İran da getdi Əsəd rejiminə kömək elədi. Müsəlman xalqını qırdılar türmədə. 40 min türmədə, belə də qalandı çöldə Allah bilir nə qədər. Qazi, çörək yeyirsən, cips şey eləyirsən, nə qarsan qardaşım, səsi qulağımı deşdir. Sosializminə, kapitalizminə, kommunizminə sığınıbdır. Ona görə də deyir ki, bax məni yandırır Samir bəy. Deyir ki, bu müsəlman ölkələrində birlik hardadır? Birlik var, o birlikdə İran yoxdur. Samir, Natiqin sözündən qüvvət olaraq şey sazişi, Avram sazişi nədir?
Niye orada bütün Müslüman ölkələri göstərilir, İran yoxdur orada? Hı. Bəli. Hı. Bəli. Yaxın şərqdə dövlətlərin hamısı qoşulur. Hətta müəyyən iqtisadi səbəblərə qoşulmaq istəyənlər var ki, onları hələ ki qoşmaq istəmirlər. Yəni Avropa Birliyi kimi də özlərinə yük götürülməmək üçün o istəyirlər ki, onları inkişaf elətdirib sonra qoşsunlar. Amma İran niyəsə o sazişdə nə adı var, nə sayı. Qardaş, İran tək Allahlı deyil ki, boş ver dönərəm. Orada Əli